Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edib. Az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Sənəd qəbulu cari ilin 30 aprel tarixinədək baş tutacaq. Sənəd qəbulu 18 mart, 30 aprel tarixlərində, bayram və qeyri-iş günləri daxil elektron qaydada, həmçinin 1 aprel, 30 aprel tarixlərində regional sənəd qəbulu mərkəzlərində olmaqla 2 formada həyata keçiriləcək. Sənəd qəbulu mərkəzləri Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Quba, Ağcabədi və Şirvan şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına hərbi institutunda, ünvan Bakı şəhəri. Xətai rayonu Polad Həşimov küçəsi 9A fəaliyyət göstərəcək. Nazirlikdən bildirilib, qaydalara əsasən, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursuna ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 30 yaşınadək hərbi vəzifəlilər, eləcə də Azərbaycan ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, hərbi xidmət keçmə haqqında əsasnamənin 156-cı maddəsinin A bəndinə xidmət müddəti başa çatdığına görə və qey bəndinə ştat ixtisarına görə müvafiq olaraq ordu sıralarından ehtiyata buraxılmış 40 yaşı tamam olmayan hərbi vəzifəlilər qəbul edilir. Elektron qaydada müraciət etmək istəyən namizədlər MUV.edu.az saytının təhsil müəssisələrinə qəbul bölməsindəki çavuş hazırlığı (MAXQ) hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər. Astara və Leyik dağlarından yığılan bu bal min bir dərdin dərmanıdır. Arıçı daşqının 100% təbii balını əldə etmək üçün ekrandakı nömrə ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur.